Hamıya salam. Bugünkü videoda 30 aprel 2023-cü il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. Paralelpetin oturacağı bitişik tərəflərini 6 dəfə artırıb hündürlüyünü 4 dəfə azaltsaq, həcmi necə dəyişər? Paralelpetin həcm düsturunu yazaq. V bərabərdir A vur, B vur, C. Oturacağı bitişik tərəfləri 6 dəfə artırırıq. 6A vur 6B. Hündürlüyü isə 4 dəfə azaldırıq. Vurulsun, C bölünsün 4. Tərəflər 6 dəfə artdı, hündürlük isə 4 dəfə azaldı. Bərabərdir. 6 vur 6, 36 böl 4, 9ABC. Həcm əvvəl ABC idi. Dəyişiklik edəndən sonra 9ABC oldu. Deməli 9 dəfə artar. İkinci sual. İfadənin qiymətini tapın. 27 üstündə 2də 1 ifadəsini 3-ün kubu üstündə 2də 1 şəklində yazaq. Vurulsun, 3 üstündə 2də 1 çıxılsın, 3 üstündə mənfi 2də 1. Bərabərdir. 3 üstündə 2də 3 vurulsun, 3 üstündə 2də 1 çıx, 3 üstündə mənfi 2də 1. Mötərizənin içərisindəki ifadələr vurub açaq. Bərabərdir. Əsası eyni olan ifadələri vuranda üslər toplanır. 3 üstündə 2də 3 vurulsun, 3 üstündə 2də 1. 2də 3 ilə 2də 1-i toplamaq deməkdir. 3 üstündə 2də 4. Çıxılsın, 3 üstündə 2də 3 üstəgəl mənfi 2də 1. 3 üstündə 2də 2. Bərabərdir. 3-ün kvadratı çıxılsın 3. 9 sıx 3 cavab olur 6. Üçüncü sual. Diaqonalları hasili 42 olan rombun sahəsini tapın. Rombun sahə düsturunu yazaq. S bərabərdir. D1, D2 bölünsün 2. Diaqonalların hasili 42-dirsə, 42-ni 2-yə bölürük. Sahə olur 21. Dördüncü sual. 2,8 kiloqram konfetin qiyməti 19 manat 60 qəpik olarsa, 3 kiloqram konfetin qiyməti neçə manatdır? Tənasüb qurmaqla bu məsələni həll edək. 2,8 kiloqram konfetin qiyməti 19 manat 60 qəpiyi qəpik ilə ifadə etsək, olacaq 1960 qəpik. 2,8 kiloqramın qiyməti 1960 qəpik isə 3 kiloqramın qiyməti x olar. X bərabərdir. 3 vurulsun 1960 bölünsün 2,8. 2100. 2100 qəpik isə 21 manata bərabər olur. 5-ci sual. İfadəni vurğulara ayırın. Hər iki ifadədə A ortaqdır. A-nı mötərizə xaricinə çıxardaq. A vurulsun 2A çıx 3. 6-cı sual. Malın qiymətini 50% artırıb, daha sonra yeni qiyməti 50% artırsaq, malın ilkin qiyməti necə dəyişər? Bu tipli faiz məsələlərini bu cür həll etmək lazımdır. 50% artırdılar. 100 üstəgəl 50. Daha sonra yeni qiyməti 50% artırdılar. 100 üstəgəl 50. Bölünsün 100. Bərabərdir. 150 vurulsun 150 bölünsün 100. 225. Malın əvvəlki qiyməti 100 idi. Sonradan oldu 225. Deməli, malın qiyməti 125% artdı və yaxud da 225-i bölürük 100-ə, 2,25 dəfə artdı. Ya 2,25 dəfə artdı, ya da 125% artdı. 7-ci sual. İfadənin qiymətini tapın. Mənfi 3,6 böl 0,6 üstəgəl 2,4 vurulsun, 0,5-i 2də 1 şəklində yaza bilərik. Burada vergülləri açsaq, 36 böl 6, 6, 2,4-ü 2-yə bölsək, 1,2 bərabərdir.
-4,8. 8-ci sual. A və B nöqtələri OY oxuna paralel olarsa A-nı tapın. Bu OY oxudur. Əgər bu nöqtələr OY oxuna paralel olarsa, deməli bir düz xətt üzərində yerləşir. Onda bu nöqtələrin x koordinatları bir-birinə bərabər olmalıdır. Əgər A-nın x koordinatı 6-dırsa, onda B-nin də x koordinatı 6-ya bərabər olmalıdır. A bərabər olur 6-ya. 9-cu sual. NA 21, NB 14, A və B çoxluğunun kəsişməsinə 7 element olarsa, A və B çoxluqlarının birləşməsindən götürülən elementin A çoxluğundan olması ehtimalını tapın. Venn diaqramında təsvir eləyək. Kəsişmədə 7 element var. Bura yazırıq 7. A çoxluğunda ümumilikdə 21 element var. Onda A-nın B-dən fərqi olacaq 14. Cəmi yenə 21 element olur. B çoxluğunda isə cəmi 14 element var. Onda B-nin A-dan fərqi 7-yə bərabər olur. Çünki bunların cəmi 14 edir. A və B çoxluqlarının birləşməsindəki elementlərin sayını tapaq. 14 üstəgəl 7 üstəgəl 7. 28. İndi isə hadisənin ehtimalını hesablayaq. Mümkün halların sayı 28-dir. Çünki birləşmədə cəmi 28 element var və biz 28 dənədən birini seçəcəyik. Əlverişli halların sayı 21-ə bərabər olacaq. Çünki A çoxluğunda cəmi 21 element var. İxtisar eləsək, hər tərəfi 7-yə bölsək, cavab olur 4-də 3. Və yaxud da 0,75. 10-cu sual. Diaqonallarının sayı 20 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Diaqonalların sayını tapılma düsturu n vurulsun, n çıx 3 bölünsün 2 ilə hesablanır. Bu bərabərdir 20-yə. N-in kvadratı çıxılsın 3n böl 2 bərabərdir 20-yə. N-in kvadratı çıxılsın 3n bərabərdir 40-a. N-in kvadratı çıx 3n çıx 40 bərabərdir 0-a. Viyyətə görə hasili mənfi 40, cəmi isə müsbət 3 edən ədədləri tapaq. Hasili mənfi 40, cəmi 3 edən ədədlər 8, mənfi 5-dir. Çoxbucaqlının tərəflərinin sayı mənfi ola bilməz. Deməli, cavab olur 8. 11-ci sual. 2 ədədin cəmi 111, fərqi 75-ə bərabərdir. Ədədləri tapın. Ədədlərin birini A ilə, digərini B ilə işarə eləyək. Cəmi 111-ə bərabərdir. Fərqi isə 75-ə bərabər olur. Tərəf-tərəfə toplayaq. 2A bərabərdir 186. A bərabər olur 93-ə. B bərabərdir 93 çıxılsın 75. Cavab olur 18. Deməli, A 93-ə, B 18-ə bərabər olur. 12-ci sual. Şəkilə əsasən DC-nin qiymətini tapmaq tələb olunur. Bu tapşırığı həll etmək üçün oxşarlıqdan istifadə edəcəyik. Göründüyü kimi hər iki üçbucaq düzbucaqlı üçbucaqdır və buradan da görünür ki, A bucağı hər ikisində ortaqdır. Bura olsun alfa. Onda kiçik üçbucağın ikinci bucağını beta ilə işarə edək. Onda böyük üçbucağında ikinci bucağı beta olacaq. İki üçbucağın üçbucağı bir-birinə bərabərdirsə, deməli bu üçbucaqlar oxşar üçbucaqlar olur. Pifaqora görə ADY üçbucağında DY tərəfini tapaq. 5-in kvadratı çıxılsın 3-ün kvadratı 16, 16-dan da kök altından 4 çıxar. 3, 4, 5. DC tərəfinə x desək, kiçik üçbucaqda alfanın qabağında duran 4-ün, böyük üçbucaqda alfanın qabağında duran 10-a nisbəti bərabərdir. Kiçik üçbucaqda 90-ın qabağında duran 5-in, böyük üçbucaqda 90-ın qabağında duran 3 üstəgəl x-ə nisbəti.
2 vurulsun 3 üstəgəl x bərabərdir 5 vurulsun 5. 6 üstəgəl 2x bərabərdir 25. 2x bərabərdir 19. X bərabər olur 9,5-ə. 13-cü sual. ABC açıq bucaqdır. BM ABN bucağının tən bölənidir. Bucaq CBK 30 dərəcədir. CBK bura 30 dərəcədir. KBN 50 dərəcədir. Bura 50 dərəcə olur. BM isə tən böləndir. Deməli, bu bucaqla bu bucaq bir-birinə bərabərdir. Bura x deyək. Burada x yazaq. Bunların cəmi 180 dərəcəyə bərabər olmalıdır. 2x üstəgəl 50 üstəgəl 30 bərabərdir 180. 2x bərabərdir 100. X bərabər olur 50-yə. Bucaq ABM-in dərəcə ölçüsü olur 50. 14-cü sual. Tənliyi həll edin. Mötərizələri vurub açaq. 0,5x üstəgəl 1,5 bərabərdir 8 çıxılsın 0,8x. 0,8x'i sol tərəfə keçirsəm 1,3x bərabərdir 6,5. X bərabər olur 5-ə. 15-ci sual. Birhədlinin qüvvəti əmsalından 2 dəfə böyükdür. Birhədlinin əmsalı 4,5-dir. Qüvvəti isə A-nın üstündə 1 var. 1 üstəgəl M üstəgəl N-ə bərabər olur. Qüvvəti əmsalından 2 dəfə böyükdürsə, onda 4,5-i vururuq 2-yə. M üstəgəl N bərabərdir 9 çıxılsın 1, yəni 8. Bu ifadəni vuruqlara ayıraq. M çıx N, M üstəgəl N bərabərdir 32. Əgər M üstəgəl N 8-dirsə, onda M çıx N bərabər olur 32/8. 4-ə. 16-cı sual. Hesablayın. Buradakı kvadratla buradakı kök ixtisar gedir, qalır 14. -11 kvadratı olur 121. Kökdən çıxacaq 11. Üstəgəl 11 çıxılsın. Kök altında 11-in kvadratı olacaq 11. -8-in kvadratı 64. 64-dən kök altında 8 çıxar. Çıxılsın 8 bərabərdir 14 çıx 8, 6. 17-ci sual. Çən 3 vedrədən 5 dəfə çox su tutur. 1 vedrə 5 litr su tutarsa, çən neçə litr su tutur? 1 vedrə 5 litr su tutur, onda 3 vedrə 3 vurursun 5 qədər su tutur. 3 vedrədən 5 dəfə çoxdur. Vurulsun 5. Cavab olur 75 litr. 18-ci sual. Düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən hipotenuza çəkilən median və tənbölən arasındakı bucaq 10 dərəcə olarsa, kiçik iti bucağı tapın. Median və tənbölən arasındakı bucağı tapmaq üçün böyük bucaqdan kiçiyi çıxılıb 2-yə bölünməlidir. Bərabər olur 10-a. Alfa çıx beta bərabərdir 20-yə. Bu iti bucaqların cəmi 90 dərəcəyə bərabər olur. Bərabərdir 90. Tərəf-tərəfə toplayaq. 2 alfa bərabərdir 110. Alfa bərabər olur 55-ə. Beta bərabərdir 55 çıxılsın 20. 35. Bizdən kiçik iti bucağı soruşur. Cavab olacaq 35. 19-cu sual. Bu ifadə 3-ə bərabər olarsa, bu ifadənin qiymətini tapın. İlk öncə bu ifadəni sadələşdirək. X üstəgəl 2y bərabərdir 3y. X bərabər olur y-ə. İndi bu ifadəni yenidən yazaq. 7 vurulsun x-in yerinə y yaza bilərik. Bölünsün y bərabərdir 7. 20-ci sual. ABC çoxluqları verilib, bizdən bunun qiyməti soruşulur.
İlk öncə A-nın C-dən fərqini yazaq. Ortaqların üstündən xətt çəkək. A-da da 3 var, C-də də 3 var. Hər ikisində 7 var, 10 var. A-da olan, amma C-də olmayan ədədlər 6, 8, 9-dur. İndi bu çoxluğun B çoxluğu ilə kəsişməsindəki elementləri yazaq. Həm bu çoxluqda, həm də B çoxluğunda 6, 8, 9 ədədləri var. Deməli, bunun sayını hesablamaq üçün elə bu çoxluğa baxmaq kifayət edər. Cəmi 3 element var. 21-ci sual. A və B nöqtələrinin orta nöqtəsi apsis oxunun müsbət yarım oxu üzərində yerləşərsə, K-nı tapın. Orta nöqtə qeyd etdiyim bu nöqtələrdən birində yerləşə bilər. Bu nöqtələrin koordinatını yazsaq, y-i 0-a bərabər olmalıdır, x-i isə 0-dan böyük olmalıdır. Yəni müsbət ədəd olmalıdır. İndi orta nöqtənin koordinatlarını hesablayaq. X bərabərdir 6k çıx k kvadratı üstəgəl 6k çıx 32 bölünsün 2 bərabərdir mənfi k kvadratı üstəgəl 12k çıx 32 bölünsün 2 bərabərdir. Bu ifadənin qiyməti 0-dan böyük olmalıdır. Bunu 0-dan böyük yazaq və hesablayaq. Hər tərəfi 2-yə vururuq. Mənfi k kvadratı üstəgəl 12k çıx 32 böyükdür 0. Hər tərəfi mənfi 1-ə vuraq. K kvadratı çıxılsın 12k üstəgəl 32 işarə dəyişir, kiçikdir 0. Hasili 32 cəmi 12 edən ədədlər 4 və 8-dir. İntervallar üsulu ilə bunu yazaq. 4, 8. İfadənin vuruqlarına ayrılmış formasında yazaq. K çıx 4, K çıx 8, kiçikdir 0. Bu aralıqdan 9-u qoysaq, ifadənin qiyməti olacaq müsbət. Bu aralıqdan 5 qoysaq, ifadənin qiyməti olur mənfi. Bu aralıqdan 0 qoysaq, ifadənin qiyməti olur müsbət. Bizə mənfi aralıq lazımdır, yəni 4-8 aralığı. Birinci bərabərsizliyə əsasən K-nın daxil ola biləcəyi aralıq 4-8 aralığı olur. İndi ikinci şərtə baxaq. İkinci şərtdə y 0-a bərabər olmalıdır. İndi orta nöqtənin y koordinatını hesablayaq. Y bərabərdir k kvadratı çıx 7k üstəgəl 10 bölünsün 2. Bu ifadənin qiyməti 0-a bərabər olmalıdır. K kvadratı çıxılsın 7k üstəgəl 10 bərabərdir 0. Hasili 10, cəmi müsbət 7 edən ədədlər 2 və 5-dir. Bunu Viet teoreminə görə tapmaq olar. Deməli, K-nın 2 qiymətini də ikinci şərtdən aldıq. Birinci şərtdə tapmışdıq ki, K 4-8 aralığına daxil ola bilər. Deməli, 2-ni doğru cavab kimi götürə bilmərik. Amma 5 bu aralığa daxil olduğu üçün K-nın qiyməti olacaq 5. İyirmi ikinci sual. Bərabərsizliyi həll edin. Hər tərəfi 5-ə bölsək, cavabı taparıq. X böyükdür 5. 5 müsbət sonsuzluq. 23-cü sual. Tənliyin kökləri cəmini tapın. Burada ifadənin qiyməti 0-a bərabər olmalıdır. Vuruqların hasili 0-a bərabərdirsə, kökləri tapmaq üçün həmin vuruqları ayrı-ayrılıqda 0-a bərabər etmək lazımdır. X bərabərdir 0, x çıxılsın kök altında 10 bərabərdir 0. X bərabərdir kök altında 10. Köklərinin cəmi olur 0 üstəgəl kök altında 10. Cavab kök altında 10. 24-cü sual. Olimpiyadaya Bakıdan 36, Şamaxıdan 24, Şəkidən 16 şagird qatılmışdır. Şagirdlər müxtəlif şəhərlərdən olmaqla mehmanxanadan ayrı-ayrı otaqlara bərabər sayda yerləşdiriləcək ən azı neçə otaq lazımdır? Bu ədədlərin əbəbını hesablamalıyıq, çünki
ən az otağın sayını tapmaq üçün şagirdləri otaqlara mümkün olduğu qədər çox sayda yerləşdirmək lazımdır. Əbov 24, 16 və 36 bərabərdir. 24, 16, 36-nın əbovu olur 4. Bakıdan ümumilikdə 36 şagird gəlib. 36-nı bölürük 4-ə. Deməli, Bakıdan gələn şagirdlər üçün 9 otaq lazımdır. Daha sonra Şamaxıdan 24 şagird gəlib. 24-ü 4-ə bölürük 6 otaq. Şəkidən 16 şagird gəlib. 16-nı 4-ə bölürük 4 otaq. Ümumilikdə 9 üstəgəl 6 üstəgəl 4. 19 otaq lazımdır. 25-ci sual. Şəkilə əsasən D bucağının qiymətini tapmaq tələb olunur. Bucaq DOA-nın qiyməti 90 dərəcədir. Onun söykəndiyi qövsün qiyməti də 90 dərəcə olacaq. Əgər bu qövsün qiyməti 90-dırsa, onda böyük qövsün qiyməti olacaq 360 çıxılsın 90, yəni 270 dərəcə. Bucaq DBA 270 dərəcəlik qövsə söykənən daxilə çəkilmiş bucaqdır. Onda söykəndiyi qövsün qiymətinin yarısına bərabər olacaq. 270-in yarısı olur 135 dərəcə. AODB bir dördbucaqlıdır. Dördbucaqlının daxili bucaqlarının cəmi 360 dərəcəyə bərabər olmalıdır. Bu dördbucaqlının 3 dənə bucağını bilirik. Qalan bir bucağını tapmaq üçün 360-dan həmin bucaqların cəmini çıxmaq lazımdır. 360 çıxılsın 90 üstəgəl 50 üstəgəl 135 bərabərdir. 360 çıxılsın 275 bərabərdir 85 dərəcə. Deməli, bucaq D-nin qiyməti 85 dərəcə olub.